Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Axşamınız xeyir. Axşamınız Axşamınız xeyir Samira müəllimə. Salam Samira müəllimə. Salam, axşamınız xeyirli olsun dəyərli müəllimlər. Hər birinizə uğurlar arzu edirəm. Qeydiyyat bugün direktorun işə qəbul qeydiyyatı bugün 17:00-da bitdi. Deməli bu bizim iyul qrupunda ilk dərsimizdir. 2-3 ay davam etməyi düşünürəm. Əgər imtahan tez olarsa, axşamınız xeyirli olsun. Əgər imtahan tez olarsa, təbii ki, sürətli qrupda açacağam, amma sənəd qəbulundan artıq bir 2-3 ay sonra imtahan olur. Məsələn, ən son sənəd qəbulu fevral-mart ayında olmuşdu, müsahibə may-iyun ayında oldu. Ona görə bir rahat qarşıda 2-3 ayımız var ki, rahat şəkildə hazırlaşaq. Deməli, dərslərimiz nəyin əsasında təşkil olunacaq? Əsasən 2026-cı ilin müsahibə sualları, yəni bütün müəllimlərin müsahibəyə gedib gəldikdən sonra sualları mənə veriblər və mən o suallar əsasında dərsi təşkil edirəm. 2026-cı ilin yeni sualların demək olar ki, 60-70% situasiya əsasında olur. Qanunlarda keçəcək, vacib hissələri məcəllədən də keçəcək, kurikulumdan da vacib hissələr. Təbii ki, bu 2-3 ay ərzində kurikulumu çatdırıb hamısını öyrənmək olmur, amma vacib hissələrini sizə deyəcəm. Əsas situasiya sualları, əvvəlki illərin situasiya sualları, müsahibə situasiya sualları, bir də bu ilin situasiya sualları üzərində işləyəcəyik. Belə, qrupa daxil olan müəllimlərə kitabımı ödənişsiz göndərirəm, dəyərli müəllimlər. Yəni qanun və məcəllə olan vəsaitimi ödənişsiz göndərirəm. Vəsaitimi sifarişlə verə bilərsiniz. Bunun üçün 055-279-21-27 nömrəsinə yazın. Belə müəllimlər, birbaşa dərsə başlamaq istəyirəm. Nəyə görə? Çünki 29-undan bəri ancaq telefonda siz, mən nə qədər suallara cavab vermişik, bacardığım dəstəyi sizə etmişəm. Bilirəm, indi yenə suallar versəniz bu bitməyəcək, tükənməyəcək. Ona görə sənəd qəbulu ilə bağlı nə suallar olacaq, yenə də şəxsimə yazarsınız. Bilirəm, ən çox sualınız odur ki, müsahibə nə zaman olacaq, mənə müsbət cavab gələcəkmi? Müəllimə, əgər düzgün seçim etmisinizsə, məsələn, balınız 51 baldan yüksəkdirsə, istənilən məktəbi seçmisinizsə, müsbət cavab gələcək. Yox, əgər balınız aşağıdırsa, 51-dən aşağıdırsa, gedib böyük məktəblərə yazmısınızsa, təbii ki, müsbət cavab gəlməyəcək. 42 baldan aşağı olan müəllimlərə müsbət cavab gəlməyəcək. Çünki limit 42 baldır. Sonra bir də məktəb seçəndə müəllimlər, əgər məktəb seçimində siz elə bir məktəbləri seçmisinizsə, həmin məktəbi əgər həmin məktəbin direktoru, müavini, təşkilatçısı həmin məktəbin müəllimi yazıbsa, birinci onları dəvət edəcəklər. Əgər onlar müsahibədən keçməsə, digər məktəbin müəllimləri rayon üzrə digər müəllimləri çağıracaqlar. Bu belə müəllimlər. Hər 3 aydan bir də sistem açılır. Müəllimlər qeydiyyatdan keçir. İndi bizim bugünkü mövzumuz təhsil haqqında qanundur, dəyərli müəllimlər. Dərsimizi keçək. Dərsimizi keçəndən sonra bir dərsin sonunda 10 dəqiqə, 15 dəqiqə vaxt ayıracağam ki, sizə maraqlı olan sualları verəsiniz. Belə, başlayaq. Deməli, mən evə təhsil haqqında qanunu vermişdim. Hər zaman ilk dərsi sınaq kimi keçirdirəm. Çünki qrup artıq yığılıb. Amma yenə də qrupa daxil olmaq istəyən müəllimlər var. Bu dərsdə iştirak edin. Xoşunuza gəlsə, bəyənsəniz, növbəti dərsimiz ödənişli qrupda olacaq. Burada daxil olarsınız. Bir də məni əvvəlki qrupların müəllimləri də daxil olublar. Məsələn, müəllim var, müavini olub, indi direktor olmaq istəyir, təşkilatçı olub, direktor olmaq istəyir. Onlar da yenidən daxil olub. Onlara xüsusi təşəkkürümü bildirirəm ki, yenidən bu yolda həqiqətən məni seçdikləri üçün var olun, minnətdaram etibarınız üçün. İnşallah bir yerdə uğur qazanarıq. Belə, başlayaq dəyərli müəllimlər. Mən istəyərəm ki, həqiqətən hər birinizə müsbət cavab gəlsin. Çünki əziyyət çəkirsiniz, zəhmət çəkirsiniz, oxuyursunuz, öyrənirsiniz. İstəyərəm ki, hər birinizi müsahibəyə dəvət etsinlər. Amma burada vakansiya seçimi çox vacibdir. Düzgün vakansiya seçimi etməlisiniz. Belə, başlayaq müəllimlər. Təhsil haqqında qanunu evə vermişdim. Kim hazırdır? Kim hazırdır? Buyurun. Orada əl qaldırma işarəsi var. Onu basın. Belə, Aynur müəllimə, buyurun, açın mikrofonu zəhmət olmasa. Axşamınız xeyir bir daha Samira Salam, müəllimə. axşamınız xeyirli olsun. Necəsiniz? Çox sağ olun, yaxşı olun. Hə, lap yaxşı. Müəllimə, hazırsınız? Mən demək olar ki, keçən ildə də bu vaxtı bir yerdə hazırlaşmışdıq. Hələ onda
test imtahanı da var idi. Sizin dərslərinizə mütəmadi qulaq asıram. Ümid edirəm ki, hazıram. Aha, mən deməli təhsil haqqında qanunu vermişdim. Oxumusunuz? Aha, Aha, bu qanunu bilirsiniz. İndi 47 maddədən ibarətdir müəllimə. bəli, bəli, 47 bəli. maddədən ibarətdir. Növbəti dərsimiz ümumi təhsil haqqında qanunu olacaq. İnşallah ümumi təhsil Hı -hı. haqqında qanunu olacaq. Deməli bir dəqiqə müəllimə. Aha. Növbəti dərsimiz ümumi təhsil haqqında qanun olacaq. Təhsil haqqında qanun, ümumi təhsil haqqında qanun, mövzular eynidir. Orada maddələr demək olar ki, eynidir. Çünki ümumi təhsil haqqında qanun, təhsil haqqında qanuna əsasən hazırlanmışdır. Müəllimə, təhsil haqqında qanun dedik 47 maddədən ibarətdir. O qanuna əsasən müəllimlərin sertifikasiya balı deməli maaş artımı bala əsasəndir, düzdür? 51 baldan çox toplayanlar 35% artımla alır, 51 baldan aşağı olanlarsa 10% artım alır. Situasiyada belə verə bilərlər ki, məsələn, bir peşəkar müəllimimiz var, sertifikasiyada az bal toplayıb, digər müəllim var, amma peşəkardır, amma zəif bal toplayıb. Qeyri-peşəkar yüksək bal toplayıb, peşəkar müəllim isə az bal toplayıb. Olduqda eləcək 45-46 toplayıb, amma testdə yaxşı əzbərləyən, amma sinfi idarə etməyə bacarmayan bir müəllim isə gedib 55 bal toplayıb. Siz dərs saatını necə bölərsiniz müəllimə? Siz də rəhbərsiniz. Dərs saatını necə bölüşdürərsiniz? Deməli, Samira müəllimə, o yüksək ballı sertifikasiyadan 51 plus 51 və yaxud da toplayan müəllim o demək deyil ki, bütün hər şeyi bacarır. Mən az ballı müəllimə daha üstünlük verirəm. Çünki onun nəticəsi yaxşıdır da. Hər tərəfli o bildiyini şagirdə verə bilir öz beynindəki savadına. Yəni o çox ballı mənə elə gəlir ki, yox, az bal toplayan müəllim. Nəticəsi olan müəllimə çox Onun üçün yaxşı olardı ki, təlimat göndərsin. Elm və Təhsil Nazirliyi konkret bir təlimat hazırlayıb məktəblərə göndərsə, o təlimata əsasən məktəb rəhbərləri dərs bölgüsünü apara bilər. Amma təcrübədə biz nə edirik? Balı yüksək olana daha çox dərs saatı veririk, balı az olan müəllimə daha az saatı veririk. Problemli vəziyyət yarananda artıq biz bunu aktlaşdırırıq, izahat tələb edirik, valideynlər gəlirlər, iclas təşkil edirik, şagirdlər arasında sorğu keçirdirik. Yəni belə hallar olan halda aktlaşdırırıq, protokollaşdırırıq, müəllimin dərs saatını az veririk. Amma mövcud təlimata, qanuna əsasən müəllimin balı yüksəkdirsə, ona biz daha çox bal veririk. Balı aşağı olan müəllim isə saatını az veririk. Ümumiyyətlə dərs bölgüsünü kim aparır? Bu gün elə dərs bölgüsünü direktor müavini, məktəbdə direktor müavini kimin aparır. işidir bu? Bu dərs bölgüsünü aparmaq kimin Direktorun işidir. Dərs bölgüsünü aparmaq direktorun işidir, müavinin işi deyil. Amma direktor özü tək aparmır. Məktəbdə dərs bölgüsünü aparmaq üçün komissiya yaradılmalıdır. Komissiyanın üzvü olacaq direktor və müavini, metod birləşmə rəhbəri, indi məktəblərdə metodistlər olur və metodistlər. Nə oldu? 3-4 nəfər komissiyanın üzvü olur ki, dərsi bölsünlər. Nəyə görə komissiya yaradılmalıdır? Çünki bu dərs bölgüsü mühümdür. Məktəbin sütunudur. Məktəbin inkişafı üçün əsas bir amildir. Əgər dərsi düz bölməsəniz, şəffaf, demokratik bölməsəniz, bu zaman nəticə də əldə edə bilməyəcəksiniz. Düzdür müəllimə? Bəli, cədvəli müavin hazırlayır. Dərs cədvəlini Bəli. Bəli, dərs cədvəlini müavin hazırlayır. Müəllimə, sizin məktəbdə dərsi kim bölür? Direktorun işidir də o. Sonra da cədvəlidə ona əsasən, bölgəyə əsasən də müavin cədvəl hazırlayır. Yaxşı müəllimə, tutalım ki, siz məktəbdə ilk öncə kimlərə sinif rəhbərliyi verərsiniz? Hansı müəllimlərə, hansı fənn müəllimlərinə sinif rəhbərliyini verərsiniz? Hansı fənn müəllimlərinə? O işini bacaran müəllimə əsasən sinif rəhbəri bir ağır yükdür. Nəticəsi olan müəllimə, ünsiyyəti, bacarığı olan müəllimə sinif rəhbərliyi verilir də ki, iş apara bilsin, o sinifi idarə edə bilsin. Ağır yük demirik. Nəyə görə? Siz rəhbər olmaq istəyirsiniz. Sinif rəhbərliyini ağır yük kimi görsəniz, görün indi
məktəb rəhbərliyi necə sizə çətin olar? Ağır İdarə hə, yəni cümləni səhv qurdum. İdarə etmək lazımdır da ki, o siniflə o yükü çiyinlərinə götürən bir müəllimə, bacaran müəllimə. məsuliyyətli bir Belə peşədir. məsuliyyətli, Sinif bəli. rəhbəri məsuliyyətli bir vəzifədir. Sinif rəhbərini daha çox o sinifdə dərs saatı olan müəllim aparmalıdır. Azərbaycan dilinin dərs saatı çoxdur, riyaziyyatın dərs saatı çoxdur. Bu fənn müəllimlərə birinci biz dərs saatını daha çox veririk. Sonda isə digər müəllimlərə. Məsələn, müəllim gəlirsə deyir ki, mən istəmirəm də bu il sinif rəhbərliyi sertifikasiyaya hazırlaşıram. İstəyirəm ki, vaxtım bol olsun. İndi dəbdir də sertifikasiyaya hazırlaşan müəllimlər sinif rəhbərliyini götürmək istəmirlər. Bu məsələni necə həll edərsiniz? Valla bizdə oldu elə bir hadisə. İkinci xarici dil müəllimi yox idi. İkinci xarici dilin saatlarını da direktor təklif elədi ingilis dili müəlliminə. O etiraz elədi ki, mən çoxdur da, mən o boyda dərs yükünün altına belə girə bilmərəm o yükün altına. Etiraz eləməyinə baxmayaraq direktor dedi, yox, başqa müəllim yoxdur. O dərsləri də sən aparacaqsan. Verdi ona, o da yəni apardı, tədris ilinin sonuna kimi götürdü. Başqa da variant aklıma dedi heç nə Ayrı, gəlmir. sinif rəhbərliyi ayrı. Əgər müəllim yaxınlaşıb sizə bildirir ki, mən bu il sinif rəhbərliyi götürmək istəmirəm, bunun siz ilk öncə səbəbini araşdırmalısınız ki, nə üçün? İndi ola bilər də sağlamlığı ilə bağlı ola bilər ki, bu il götürmür və yaxud da evdə nə bilim xüsusi qayğıya ehtiyacı olan bir ailə üzvü var, anası xəstədir, atası xəstədir, yoldaş nəsə belə bir hala olanda biz təbii ki, məsələni həll etməyə çalışırıq. Amma elə müəllim var ki, yəni baxırsan ki, səbəbsizdir, sadəcə məktəbin yükündən azad olmaq istəyir, o zaman olmaz xeyr. Çünki dərs saatımız varsa və məktəbin idarə edilməsində hər bir müəllimin iştirak etmək hüququ var. Ona görə də hər kəs məktəbin idarə edilməsində, məktəbdə təhlükəsizlik mühitinin yaradılması üçün, məktəbin bu kargüzarlıq işini görmək üçün onlar mütləq sinif rəhbərliyini götürməlidirlər. Aydın oldu? Nasıl ki, ümumiyyətlə kim gəlib sizə nəsə yaxınlaşır, bir denən ki, otur, məsələn müəllim yaxınlaşır, deyir ki, mən sinif rəhbərliyi götürmək istəmirəm. Get ərizə yaz. Lap yaxşı, götürmək istəmirsən, ərizə yaz görüm nə səbəbə götürmək istəmirsən. Dərs saatı götürəndə maşallah hamı belə qəşəng-qəşəng danışır. Amma dərs saatı sinif rəhbərliyi gələndə məsuliyyətdən azad olması ilə. Ona görə bir də izahat yazdıranda, sonra o izahat əsasında artıq siz müəllimin dərs saatını da tənzimləyə biləcəksiniz. Səmrə müəllim, yeri gəlmişkən bir şey soruşum olar? Bəli, olan yox. Deməli, bizim məktəbdə riyaziyyat fənni üzrə müəllim çatışmır. Bir müəllim var, o da 3-4 sinif apardı. Qalan saatlar boş qalmışdı. 10-cu sinifin sinif rəhbərliyini mənə verdilər 2-ci yarım ildən ki, sən aparmalısan, plus da dərs yükünü. İctimai əsaslarla. Bu nə dərəcə düzgündür? Yəni mən apardım onu aparmağına, sinif rəhbərliyində nə lazımdır, jurnalı falan hamısını yazdım, işlədim, dərsi də apardım. Amma indi mənim ixtisasıma düzdür, uyğun deyil. Mən indi 10-cu sinifə nə yalan deyim, riyaziyyat necə keçim mən? İxtisasınız nədir sizin? İxtisasınız nədir? Təsvirin sənətdir. Ay müəllimə, pulunu yazıblar da başqasına. Adına yazıblar sizi sizə dərsdir. Yazıblar. Yəni deyirəm mənə haqsız davrandılar da. Mən nə qədər ictimai əsaslarla, yəni nəyə görə mən ictimai əsaslarla o qədər dərs hər gün dərs bilməliydim? Neçə saat dərs idi müəllimə? Gündə 1 saat idi. 1 saat, həftəyə 5 saat dərs idi də. Bəli. Yarım ştat. Elə ki, yarım ştatda sizi əlavə yükləyiblər. Nə bilim mən planınızı müdafiə etməmisiniz də. Mən tələb etməli idim. Əslində bizə ərizəni yazdıranda orada ictimai əsaslar deyə bir şey yox idi. Bizə gəldilər ki, mənlə bərabər uşaq birliyi rəhbərinə də. Mavin gəldi ki, direktor çağırır, getdi otağa, ərizə yazın ki, hə. Belə olan halda o riyaziyyat dərsi, əgər riyaziyyat müəlliminin çox dərs saatı varsa, o 5 saat niyə artıq qalıb ki?
İlin ortasında 5 saat niyə artıq qalır? Tək müəllim üstünüzə sağlıq, xəstədir, gəlmirdi. Hə, ona görə başa düşdüm. Bəli, tək 5 Fiskaya saat deyildi. O biri sinifi paylandı da, yəni mən öz üzərimə düşəni deyirəm. Mən ərizəni yazanda orada ictimai əsaslarının falan sözü yox idi, yazmadıq da, heç bizə deyilmədi də ictimai əsaslı. Yazıldı ki, saat, deyildi ki, saat sizə veriləcək, pulunu siz alacaqsınız, dərs yükü sizindir. Amma sonra maaş keçmədi. Mən maraqlandım ki, bəs nədir? Əvəz etmə niyə keçməyibdi? Dedilər ki, axı bəs ictimai əsaslardan idi. aydın Deyirəm, oldu. Aynura müəllimə, yox, sizin ümumiyyətlə ixtisasınıza heç yaxın deyil. Əgər məktəbdə olur da müəllim xəstələnir, əmək qabiliyyəti müvəqqəti itirir, onun dərs saatları yaxın fənlərə verilir. Məsələn, riyaziyyatdırsa fizikaya, kimyaya verilməlidir. Amma sizə dərs saatı belə müəllimə, bunu şəxsizdə danışarıq. Bunu tamam. şəxsizdə danışarıq. Oldu Aynur müəllimə, çox sağ olun. Müəllimə, olar bir sual verim? Dərsdən kənardır müəllimə. Xeyr, dərsdən kənar deyil. Hə, buyurun. Bayaqki mövzu ilə bağlıdır. Sinif rəhbərliyinin məsəl üçün hər hansı bir müəllimin 30 saat dərsi var məktəbdə, sertifikasiya balı yüksəkdir, sinif rəhbərliyini verirlər, amma sinif rəhbərliyindən imtina eləyir və digər müəllimlər də. Bu halda bu sinif rəhbərliyini imtina eləyirsə, dərs saatı çox olan müəllim azalda bilər, məsəl üçün direktor dərslikdə? Azalda bilər. Nəyə görə? Düzdür, konkret onunla bağlı əmr yoxdur, amma məktəbin idarə edən direktordur. Məktəbin daha yaxşı idarə etmək üçün, məktəbdə necə deyim, sağlam psixoloji mühit yaratmaq üçün mütləq onu həll eləməlidir. O məsələ həll eləməlidir. Tutalım ki, 30 saat dərsi olan müəllim mümkün deyil ki, nədir, götürməsin, dərs saatı götürməsin. Ümumiyyətlə, baxın, sertifikasiya balına görə dərs saatlarının bölünməsidir. Dərs saatı çox olan müəllimlər mütləq sinif rəhbərliyi götürməlidir. Bu ilə bağlı Nazirliyin konkret təlimatı yoxdur. Elə direktorlar məktəbi, necə deyim, münasibətlər vasitəsilə bunu idarə eləyir. Xüsusi idarəetmə vasitəsilə bunu idarə eləyir. Bunun konkret təlimatı yoxdur. Deyirsiniz ki, Samir müəllimə, mənə konkret təlimatı göndərin ki, 30 saat dərsi olan müəllim mütləq sinif rəhbərini aparmalıdır. Yoxdur. Amma bir məntiqlə də fikirləşək ki, bir müəllimin 30 saat dərsi varsa, məktəbdə daha çox vaxtını keçirir, deməli onun sinif rəhbərliyi olmalıdır. Amma konkret təlimat yoxdur. Varsa göndərin. şikayət versə müəllim ki, mən sinif rəhbərliyimi götürmədim deyə direktor dərs saatını almalı. Getsin versin görə axırı nə olacaq. Hələ elə bir şikayət görməmişəm. Maraqlıdır. Getsin versin şikayət görə axırı necə olacaq. Belə burada sonra kim əl qaldırıb? Burada Səmay müəllimə, buyurun açın mikrofonu. Salam Samirə müəllimə, necəsiz? Salam, yaxşıyam, sağ olun. Siz necəsiz? Sağ olun. Müəllimə, tədris haqqında qanun oxumusunuz? Oxumuşam. Yəni düşünürəm. Biraz axırlarını çatdıra bilmədim, amma Biz dərs bölgüsünə əsasən danışdıq. Müəllim, dərs bölgüsünü ümumiyyətlə direktor nəyə əsasən bölür? Sertifikasiyanı bildik, bu heç. Başqa nəyə? Əlində hansı resurs olmalıdır ki, bu dərs bölgüsünü bölsün, dərsi bölsün? resurs yoxsa məsələn diaqnostik sertifikasiya bu ballardan kənar bir şey deyirsiniz də, yəni. Bu ballardan kənar əlində nə olmalıdır? Dərs bölmək üçün Kim bilsə, bura SMS bölməsinə yazsın. Tədris planı olmalıdır da müəllim. Hə, tədris planı. Bəli. Tarifikasiya müəllimlərin əmək haqqı cədvəlidir. Orada dərs saatları. Hə, orada bəli. Amma müəllimin direktor tədris planına əsasən dərsi bölür. Məsələn, bu il 9-cu sinifdə həyat bilgisi həyat bilgisi 8 sinifdə yoxdur, bir dənə 9-da qalıb. Bu il 9-cu sinifdə o da olmayacaq. Məsəl üçün kimyanın 7-ci sinifdə saatı artırıldı. Rus bölməsində ikinci xarici dil artıq ancaq 10-cu, 11-ci sinifdə olacaq. İkinci xarici dil. Orada əsas xarici dil var, ikinci xarici dil ancaq 10-cu siniflərdə olacaq. Azərbaycan tarixi 5-ci, 6-cı siniflərdə rus bölmələrində mütləq Azərbaycan dilində tədris olunacaq da. Müəllim, bu bir dənə sual verin. Bu məsələn, indi saydıqlarınız var, yeniliklər. Bunlar bütün məktəblərə hansı qanun əsasında? Təhsil qanunu əsasında? Bəli, tədris planına əsasında. Planın əsasında. O tədris planı da hər il avqust ayında təsdiqlənib, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənib, məktəblərə göndərilir. Hər il yenilik olur. Təbii ki, tədris planının belə deyək də ana sütunu demək olar ki, dəyişməsi hələ ki qalır, amma dəyişikliklər olur. Məsələn, bir də görürsüz sizə sual verirlər ki, hansı dəyişikliyi etmək istərdiniz? Bax, sizin əlinizdə elə bir fürsət olsaydı tədris planında hansı dəyişikliyi etmək? Hansı dəyişikliyi edərdiniz? Bəli. Hansı dəyişikliyi edərdiniz?
Buna təbii ki, nə müəllimin, müavinin, direktorun, region rəhbərinin ixtiyarı yoxdur. Bu dəyişiklik Yoxdur. ancaq nazirlik edə bilər, amma təklifdir də verirlərsə ki, bax belə bir əlinizdə şansınız var. O planda nəyi dəyişərdiniz? Nəyi Hansı? dəyişərdiniz? Nə deyirsən? Bəli, nəyi dəyişərdiniz? Samira müəllim, mən deyə bilərəm. Şahmat dərsləri olsa yaxşı olar. Əlavə dərs alardım. Dərs saatı Maraqlı. olsa daha yaxşı olar. Bəli. Məntiq dərsləri. Məntiq dərsləri olsa daha yaxşı olar. Məntiqdən çox mən bilirsiniz həmişə nəyi fikirləşmişəm? Bu nitq mədəniyyəti ilə bağlı bir dərs olaydı. Əxlaqla bağlı, ümumiyyətlə bax fin təhsilini biraz araşdırın, orada görəcəksiniz ki, əxlaqla bağlı, mənəviyyatla bağlı deməli fənlər tədris olunur. Hətta bizdə də Hə, onlarda Konfutsi təliminə uyğun əsaslanırlar da yəqin. bəli. Sonra məsələn indi Amma nitq mədəniyyətini istəyərdim. Məsələn, Heydər Əliyev nitqlərinin araşdırılması, digər bir natiqlərin nitqlərinin araşdırılması, uşaqlarda zəifdir bu sahə. bu sahə Düşünürəm ki. üzrə tədris planında hələ ki fən yoxdur, amma mədəniyyət deyilən bir fən olacaq, hansı ki Hə, deyirlər musiqi, ədəbiyyat. yox, musiqi yox, ədəbiyyat, tarix, təsvir incəsənət. Bu üç fən birləşdirilib mədəniyyət fənni kimi tədris olunacaq. İndi bilmirəm onu kim Mən ona musiqi də elə bilirdim. Demək onda musiqi yoxdur orada. Yox, yox, musiqi yoxdur. Ədəbiyyatdır, tarixdir, bir də Təsvir incəsənət. sənət, bəli. Necə ki, biologiya, Təbiət fənni. təbiət fənni kimi oldu, bəli, inteqrasiya Bəli. edilmiş fənn kimi deməli tədris olunacaq. Məsələn, mən istəyərdim ki, riyaziyyat fənnini niyə həftədə 5 dəfə keçirsin? Bu uşaqlar nə qədər düstur həll eləyəcək? Bəzi düsturlar bunların heç həyatlarında lazım olmur. Olsa 1 saat, 2 saat məntiq dərsi əlavə olsa, deməli daha yaxşı olar. Amma müəllim, bir şey var ki, bax indi məsələn o elə bir fənn çıxsa da mədəniyyətlə bağlı da, amma tarixin içində də biz axı mədəniyyəti keçirik. Tarixin içində Məsələn, onun içindən onda çıxartsınlarmı? Yəni əlavə olaraq uşaq bir mədəniyyət fənni keçəcək. Bir də tarixin içində bir hər dövrün mədəniyyətini keçirik də biz. Tarixin bilirsiniz ki 5 dənə yəni məzmun xəttindən biri mədəniyyətdir. bəli, bəli. Yəni bu təkrar bunu bir də müəllimə bir var ki, tarixi yönündə öyrənsin, bir də var etik səviyyədə öyrənsin də, müəllim etik səviyyədə öyrənsin. Bax, burada İradə müəllimə vurğuladı loqoped. Ay nə gözəl. hə, o da yaxşı olar Çox məsələn. vacibdir. Uşaqların Bəli. nitqi bərbaddır. Uşaqlar Bəli. r, l, y, k hamısı bütün hərfləri Hə, qarışdırır. hətta qüsurlu nitqli uşaqlarımız da var da. Yəni loqoped mütləq olmalıdır. Psixoloqlar sayı artırılmalıdır. Belə, yəni özünüz də daima hansı yeniliyi etmək istərsinizsə, onu Onları bir vərəqdə qeyd edin. Bir də görürsüz dərsdən sonra müəllimlər mənə yazır ki, mən dərsdə demədim. bunu eləyə bilərdim. Gedib onu özün deyəcəm, sizin deyir, hamı YouTube-da dinləyir, baxır. Qoy mən deyim onu. Deyirəm, hə, lap yaxşı. Samira müəllim, mən o hissəsini başa düşmədim. Bax, tarix müəllimi təsvir incəsənət tədris eləyəcək. O nətər birləşdirilir təsvir incəsənətlə? Düz də inteqrasiya eləyəcək. Təbiət fənninin içində necə biologiyanı tədris edir, o da elə. Oturub oxuyacaqsınız da. İndi onun kitabı yoxdur hələ. O təbiət fənni kimi onun da mədəniyyət kitabı çıxarılacaq, çap ediləcək. İndi hansı Bu dərs bölgüsünə necə təsir eləyəcək? Təsvir incəsənətə veriləcək, yoxsa tarix müəlliminə Yəqin ki, veriləcək? bölünər də. Bölünəcək. Dərs Bölünəcək. bölünəcək. Bəli, dərs saatları. Belə, mən kimdən danışırdım? Səmay müəllimə. Səmaya müəllim. Hə, Səmay müəllimə. Ay maşallah, mən elə başlamışam. Elə ancaq özüm danışıram. Səmay müəllimə, niyə direktor olmaq istəyirsiniz? Düşünürəm ki, Aha. Düşünürəm ki, idarəçilik potensialım yüksəkdir. Nə bilim, belə istəyərdim ki, yəni idarə edəm də. Həqiqətən heç arzunuz olub ki, rəhbər olasınız. Bəli, həmişə olub. Elə o baya baxırsınız, o direktor olur, o müavin olur. Mən ondan nə artıq Yox. Elobaya görə yox. Məsələn, uşaq birliyi rəhbəri kimi işləmişəm 10 ilə yaxın. Sonra sinif rəhbəri kimi indi buraxılışım bu il məzun oldu şagirdlərim. Və düşünürəm ki, elə həmişə məktəbdə də valideynlərlə də, yəni ünsiyyətdə də heç vaxt problemim olmayıb. Həmişə idarəçiliyimi məktəb yüksək qiymətləndirib. Belə düşünürəm ki, yəni Səmaya müəllimə. bəli. Ay müəllimə, o publikasiya sizdən gəlir.
Ha, bir dənə, hə, gözləyim bir dənə onları mən. Problem deyil, mane olmur. Yo. Mən səsimi artırdıqca bunlar da səslərini artırır. Bilirsiniz Hə, nəyə görə deyirəm? Bu bəli. mənə indi yadıma düşdü. Bir müəllim bir 4-5 dənə səs göndərib, hamısında papuqay səs gəlir. O sizsiz, hə? Yəqin. Adətən ondan eyni otaqda oluram. Zalda oluram. Səsi heç eşidə bilmirdim, ancaq papuqay səsi. Cib səsi. Müəllimə, Bəli. mən özüm şəxsən həmişə, necə deyim, həmişə özümü lider təsəvvür eləmişəm də. Həmişə özümü təsəvvür edirəm ki, əmr verim, əmr sahibi olum, mənim dediyimi eləsinlər, mən bir başçılıq eləyim. Həmişə bunu özümdə Hə. məktəb vaxtı da seçilmişəm, universitet vaxtı da hər zaman seçilmişəm, iş həyatımda da. Yəni bu necə deyim, bu artıq mənim liderlər ümumiyyətlə, alimlər ümumiyyətlə sübut eləməyib də ki, liderlər Bəli. doğulur, yoxsa sonradan inkişaf edir. Amma əslində lider mənim fikrimcə doğulur. Hə. Sonra da inkişaf edərək daha mükəmməl hala necə deyim, özünü gətirir, daha da təkmilləşir. Yəni elə insan var ki, otursun qanunları bütün gün öyrənsin. Bu qanunları öyrənməklə deyil də, bu insanın idarə etmə bacarığı olmalıdır. Bəli. Amma alimlər hələ onu tam sübut eləməyib də ki, bu lider insan doğulur, yoxsa sonradan formalaşır. Bəli, elə məktəbdə də, məsələn, direktor mənə həmişə deyir ki, Samay müəllimə, sizdən çox yaxşı təşkilatçı müavin olar, çox yaxşı müavin. Yəni niyə görə? Çünki hansı bir tədbiri mənə versə, onu təşkil etmək, mən onu qısa müddətdə və fərqli şəkildə, yaxşı şəkildə eləyirəm də. Bu idarəçilik, idarə etmə bacarığı olan şəxslərin fərqi yoxdur. Hansı sahədə işləyirlər, işləsinlər, istəyir biznes sahəsində, biznesin istənilən istiqamətində, istəyir təhsil sahəsində. Yəni o bacarıq hər zaman necə deyim, büruzə verir. Evdə olsun, evdə hər hansı bir işin təşkili olsun, dostlar arasında hər hansı bir tədbirin təşkili olsun. Bu liderlik bacarığı hər zaman büruzə verir. Həm də ki, hər bir insanın bir arzusu var da. Mən hər zaman özümdə bu arzunu istəmişəm və Bəs müəllimə, mən onu orada sual verilsə, əgər desəm ki, idarə etmək bacarığınızdadır, o onlara xoş gələr, yoxsa deyərlər ki, bu yəni idarə etmə bacarığınız var, bu potensialı özünüzdə görürsüz, komandanı irəli apara bilərsiniz. Amma bunu elə səs tonundan deməlisiniz ki, adam həqiqətən inansın. Necə bu cümlələri göndərəcəm, əzbərləyəcəksiniz, amma onu belə aşağı tonda, aşağı səs tonda desəz, deyək ki, bu heç 2 dənə adamı idarə edə bilməyəcək ki, bu gəlib kollektiv. Yəni səs tonun da necə deyim, əhəmiyyəti böyükdür. Həm səs tonunuz, inandırmaq bacarığınız, aydın oldu. Bəli. Belə siz mənə burada görəsiniz, birinci əl qolundan dərs keçirəm. Çalışmışam, amma hərdən özümə fikir verirəm, əllə qolla belə. Nəysə, sonra tədris planını dedik, sonra nəyə keçək? Mən burada deməli təhsil haqqında qanunda prinsipləri hər kəs öyrənsin. 10 dənə prinsip var. Humanistlik, demokratiklik, interaktivlik idi. Orada demokratiklik, bərabərlik idi. Millilik, dünyəvilik, bəli. Bəli, keyfiyyətlilik, bərabərlik, səmərəlilik. Hə, bərabərlik, səmərəlilik. İnteqrasiya, fasiləsiz. Bu 10 dənə prinsipi hər kəs öyrənsin. Müsahibəyə bu sabah gələcəksiniz, axşamdan onu öyrənirsiniz. Çünki bu sual verilə bilər. Amma indi bir də görürsüz ki, konkret suallar vermirlər, situasiya əsasında onu nədir? Situasiya seçmə verirlər. Məsəl üçün, tutalım ki, siz Azərbaycan dili fənnini 5-ci sinifdə bir müəllim, filan müəllimə vermisiniz. 6-cı sinifdə onu siz başqa müəllimə dəyişə bilərsiniz. Tutalım ki, 6-cı sinifdə başqa müəllimə vermək istəyirsiniz. Bəli, dəyişə bilərəm, amma əslində məsləhət deyil. Elə varislik prinsipinə əsaslanır da. Deməli, burada nə olmalıdır? Varislik prinsipi pozulmuş olur. Çünki uşaq yəni öyrəndiyi bir müəllim, onun üslubunu öyrənib, onu dərs keçmə, yəni ona uyğun, şəxsən mənim sinifimdə çox başıma gəlib. Sinifimə demək olar hər ilə bir müəllim, Azərbaycan dili müəllimi gəldi. Və uşaqlar çox narazıdır, valideynlər də çox narazılıq edirlər ki, ay müəllimə, bu gəlir gedir. Biz bir illə gəlirdilər müəllimlər, o sosial bir illik gəlirdilər də. Gələn gedir, işi qutarır, gedir, bu il gələn başqa bir müəllim gəlir həmin sinifə. Və sinifdə elə bir biraz narazılıq var idi. Təbii ki, müəllimlər analıq məziyyətinə getməlidir. Burada heç bir problem yoxdur. Amma bir o var ki, müəllimlərin bu yer dəyişməsi ki var. Yer dəyişməyə görə, elə bir ki, elə gəlirdilər də müəllim. Yer dəyişməyə görə. Ümumiyyətlə, sonda bax, uşaqlar 9-cu sinifə gələndə nəticəni kimdən soruşacaqsınız? 5-də bir müəllim deyib, 6-cı sinifdə bir müəllim deyib. Sonra neynədilər? Axırıncı ilin müəllimi.
Yəni belə çıxdı ki, bu il mənim 9-um idi, məzun oldular. Onlar 9-dan təmayülə bölünürlər də. 9-cu sinifdə dərs deyən müəllim. Amma mən deyərdim ki, 8-ci sinifdə dərs deyən müəllimin daha çox zəhməti var idi. Yəni məsələn o artıq elə qiymətləndirilmir də. Sonuncu ildəki hansı müəllim idisə o qiymətləndirildi. İzlənilməlidir də. Ümumiyyətlə yaxşı məktəb rəhbəri məktəbin o nəticələrini izləyir. Sinifin 5, 6, 7, 8 sinifdə olan o necə deyim, o inkişaf dinamikasını izləyir. Yaxşı rəhbər o dinamikanı hazırlayır və onu nədir izləyir. Bir illik dinamikanı bizə izlətdi də. Elə bil ki, pedaqoji şuranın iclasında biz bir illik, düzdür, direktorumuz elə şeyə fəaldır, fəal insandır. Bir illik çıxartmışdı. Tam olaraq monitorinq nəticələrindən tutmuş, bütün müqayisələr, buraxılış nəticəsinə qədər hamısını elədi. Nəticədə düzdür, irəliləyiş zad var idi, amma bir ilin nəticəsi idi də bu. Yəni keçən il, ondan əvvəlki illərə aid deyildi. Müəllim, ümumiyyətlə sizə neçə müddət lazımdır ki, məktəbi inkişaf etdirərsiniz? Yəni minimum sizə neçə müddət lazımdır ki, sizi tutan ki, rayonun ən aşağı nəticəsi olan bir məktəbə rəhbər təyin etmişik? Mən düşünürəm ki, bir il lazımdır. Yəni ilin sonuna qədər, çünki bu əvvəldən bir monitorinq mən bir etməliyəm, görüm sinif məktəbin vəziyyəti nədir, məndən əvvəl nə halda o, məsələn, sənədlər nə yerdədir. Hamısı da bu az bir müddətə deyə bilmərəm ki, mən bunu bir aya o məktəbi gözəl vəziyyətə gətirərəm, xeyr. Böyük ehtimal ki, bir tədris ilinə. Müəllimə, siz baxır sizi tədris ilinin hansı ayında məktəbə rəhbər təyin ediblər? Yəni ilin əvvəli. Məsəl üçün, bax, indi Gəncə, Daşkəsən, Qazax Tovuz regionunda artıq direktorların təyinatı var 2025-ci ilin nəticələrinə əsasən. Onları indi təyin ediblər. Qışda yanvar ayında təyinat oldu. Yəni, yanvar ayında təyinat alanlar hələ təbii ki, bu ilə nəticə yox. Hələ onlar məktəbi tanımağa, zəif riskli tərəflərini müəyyənləşdirməyə, 2026-27-ci ilə bir fəaliyyət planı hazırlamağa doğru götürürlər. Amma artıq indi təyinat alan direktorlar, indi bu bir neçə gün ərzində təyinatlar verilir. Təyinat alan direktorlar artıq növbəti tədris ili bir il ərzində artıq nisbətən nəticəni verməlidir. Bəli. Artıq nəticəni verməlidirlər. Bəli. Sonra müəllimə, Bəli. o həm də asılıdır şagird sayından. Məsələn, kiçik məktəbi daha tez. Daha asan da olar təbii ki. Olar. Çünki orada şagird sayı azdır, müəllim sayı azdır və orada tez nəticə əldə etmək olur. Amma böyük məktəbdə biraz şagird sayı, şagird kontingenti, müəllim kontingenti çox olan məktəbdə orada sizin biraz vaxt alır. Bəli, bizim məktəbdə 170 müəllim var. Onları tanımaq özü bir neçə ay alır. Onların. Amma 3 ilə nəticə vermirsinizsə, Orta qoca. elə özünüz Bəli. Ya necə deyim, davamlı heç ehtiyac yoxdur. Artıq 3 ilə siz Bəs əlbəttə ki. verməlisiniz. Sonra standart nədir müəllimə? Standart? Təhsilin standartları, Bəli. təhsildə standartlar əvvəlin yadıma salın. Başlıqlar yadıma çıxır. Standart bir tələbdir, normadır. Məktəbə qoyulan bəli, tələblərdir. Məktəbə qoyulan, təhsilə qoyulan tələblərdir. Yoxsa necə idi orada o məktəbə? Bəli, standart minimum 5 illik nəzərdə tutulur və ölçüdür, bir normadır. Məsələn, müəllimlərin keyfiyyət səviyyəsinin bir standartı var. Müəllim əgər 30 baldan aşağı bal toplayırsa, deməli o keyfiyyət standartlara cavab verir. Uyğun deyil və 5 ildən sonra yenidən 5 ildən sonra dedim, 1 ildən sonra yenidən hazırlaşıb əgər imtahanda uğur qazanarsa, o növbəti tədris ili 5 ili davam edə bilər. Şagirdlərin bilik və bacarığına qoyulan dövlət standartları nədir? Bu qiymətləndirmə standartıdır ki, şagird 30 bal alarsa, deməli 30-dan aşağıdırsa 30 bala 2 yazırıq da, düzdür? Bəli, 30-da da 2 yazırıq. 30,1-dirsə, tamı keçdirsə o artıq 3 yazırıq. Bəli, 3 yazırıq. 30-dan aşağı bal topladısa 2-dir də, bəli. Qeyri-müvəffəqdir də, bəli. Təhsilin keyfiyyət səviyyəsi nədir müəllimə? Təhsilin keyfiyyət səviyyəsi yenə də ona qoyulan tələblərdir ki, təhsilin nəticəsi də, yəni keyfiyyəti nə olubdur? Bu ilin nəticəyə uyğundur da, bildiyim qədərinə. Biz o zaman deyə bilərik ki, məktəbimizdə təhsilin keyfiyyəti var. Bax, orada yüksək ballı müəllimlər olsun. Buraxılış balları yüksək olsun. Olimpiada olsun. Davamiyyət yaxşı səviyyədə olsun.
Davamiyyət dedim nə yadıma düşdü. Bura davamiyyət aiddir, yəni Bəli. keyfiyyətə də, hə? Bəli, əlbəttə davamiyyət də aiddir. Əgər uşaq davamiyyəti zəifdirsə, dərsə gəlmirsə, təbii ki, nəticəsi də deməli aşağı olacaq. Müəllimə, sizi elə bir məktəbə təyinat etmişik ki, gedib görürsüz ki, davamiyyət çox aşağı Yoxdur. səviyyədədir. Hı. Hə. Uşaqlar belə də keyflə gəlir, keyflə gedir məktəbə. Demək olar ki, aşağı səviyyədədir davamiyyət. Nə edərəm? Xaotik bir vəziyyətdir. Xaotik bir vəziyyətdir. Kimin ürəyi istəyir dərsə gəlir, kimin ürəyi istəyir gəlmir, müəllimlər də elədir. Şagirdlərin davamiyyəti elə olanda, elə müəllimlərin də davamiyyəti aşağı olur. Bəli, rahatlaşırlar. Bayrama yaxın yadınıza gəlir bir gün qabaq. Aha, siz nə edirsiniz? Bax davamiyyəti. Təbii ki, ilk öncə iclaslar keçirdərəm. Birinci məktəbin müəllimləri ilə görüşərəm ki, pedaqoji şura iclasındakı məktəbin vəziyyəti ilə. Əgər şagirdlərdədirsə problem, yəni məktəb müəllimlərində deyilsə, ola bilməz axı uşağı təhsildən yayındırmaq kimi bir hüquqları yoxdur valideynlərin. Hər halda valideynlərlə görüşməliyəm. Onlarla əlaqə yaratmalıyam. Hətta mənim öz sinifimdə bir uşaq ümumiyyətlə gəlmirdi, adı gedirdi. Biz ona poçta qədər mən onun haqqında informasiyalarını, şəxsi işlərindən açdım, nömrələrini axtardım, sonra poçta verdim, sonra axırda polisə verdik. Düzdür, polisə verəndə artıq mən vermədim, müdiriyyət verdi, polisdən axtarış verdi. Amma polisə qədər mərhələni mən sinif rəhbəri kimi özüm elədim də. Poçta qədər getdim, verdim ki, uşaqla bağlı, yəni məlumat yox idi. Hardadır, necədir? Yəni məcburi təhsildir. Sonra bir qız sinifimdə qız var ki, atası zəng elədi ki, oxutmuram və elə bir şey mən müavinlərdə soruşdum, dedi elə bir hüququ yoxdur. 9 il oxutmalıdır, məcburdur. Sonra yığdım valideynlə danışdım ki, yəni siz məcburi oxutmalısınız. Elə oxutmuram deməklə deyil. Yəni əks halda dedim polis sizə gələcək. Yəni ondan sonra biraz qorxdu polis sözünü eşidəndən sonra göndərdi uşağı məktəbə. Bəli, birinci çalışırıq ki, bunu biz özümüz həll edək, valideynlərə hüquqlarını, vəzifələrini izah edək. Öyrədək, bəli. Valideynin vəzifəsidir ki, övladını məktəbə göndərsin, göndərməsə əks təqdirdə hüquq mühafizə orqanları qarşısında cavabdeh olacaq, məsuliyyətə cəlb olunacaq. Bunun cəriməsi minimum 40 manat, 50 manat, 60 manat, 100 manatdan başlayır. Cəriməsi də, cəriməni bilmirdim heç. Cəriməsi var, amma daha yaxşı olardı ki, cərimə avtomatik, necə biz yol hərəkət qaydalarını pozanda bəli, gəlsin yaxşı olar elə olsun. Gəlir. Məsələn, hər zaman dərslərimdə deyirəm, bax belə bir cərimə inkişaf etmiş ölkələrdə var. Valideyn əgər üzürsüz səbəbdən öz övladını dərsə buraxmırsa, avtomatik cərimə göndərilir valideynə. Özü cərimə də belə cərimə deyil, 50-100 manat deyil, $300 başlayır. Elə olsa yaxşı olar, məsuliyyət artar. Çünki valideyn var ki, kefindən elə uşaq durmadı, uşaq yatmaq istədi, göndərmədim. Nə bilim. Bəli. Samira müəllimə, mənim sinifimdə bir uşaq var da, onun atası artıq 2 ildir saxlayır uşağı sinifdə, deyir idmanla məşğul olur. Mənə elə gəlir cərimə də onu kar eləməyəcək. Onu hansı yolla o dərsə cəlb eləmək olar? Uşaq gəlmir, evdədir. Ümumiyyətlə məşğul olur idmanla. Olur saat 8-dən sonra, amma belə bütün gün evdədir axı. Axşam saat 8-dən sonra? Bəli. Bəli. Bəs bütün gün neyinir? Onda o gedib axşama qədər məşğul olur, yorulur, səhər-səhər ona görə durur dərsə, çox güman ki. Həftədə 3 dəfə gedir axı. Bu heç nə məsuliyyət. Bax, əgər sən övladını idmana qoyursan, bunun bir təhsili olmalıdır idman akademiyasına. Var da, elə yatılı idman məktəbləri var. Lapar qoy adama deyil ora. Məktəbləri olur, bəli. Sırf orada idman yönümlü təmayül məktəbləri olur. Ora əslində qoya bilər. Həqiqətən uşaqlar orada nəticə də verirlər. Həm öz necə deyim, meyl və maraqlarına uyğun şagirdlərlə bir yerdə olurlar. O əslində onlara maraqlı olur. Mən heç də polisə verməliydiniz də, polis onu cərimələyəcəkdi. İndi də o ona kar eləyir, eləmir, cərimə olmayıbdır. Ona görə hələ ki onun faydası yoxdur. Onu cərimə eləmək lazımdır. Namzədliyirlər. Xeyir olsun hamınızın. Müəllimlər. İnşallah, xeyir olsun hər birimizə. Cəməllə bilməm nəsə birdən internet kəsildi. Yenidən nədir? Bərpa olundu. Bir dəqiqə görüm yazıları qeydə aparılır. Qeydə aparılır. Oldu. Üzrlü sayı nəsə məndən olan problem olmadı, internetdən oldu.
Deməli müəllimə nədən danışırdıq? Cərimədən danışırdıq. Valideynlərin cərimələnməsi. Hə, ümumiyyətlə Bəli, bəli. məlumat olsa ki, birbaşa valideynə xüsusi proqram vasitəsilə cərimə yazılsın, hə, onda valideyn artıq sinif rəhbəri, məktəbin rəhbərliyi bir də o valideyni axtarmayacaq. O valideyn özü axtaracaq. Özü axtaracaq ki, bu problemi həll edə. Bəli. Yəni necə deyim, təlimatlar lazımdır. Davamiyyətlə bağlı, qayıb limiti ilə bağlı, sonra müəllimlərin sertifikasiya balına görə dərs saatlarının bölünməsi. Yəni konkret təlimatlar işlənib hazırlansa, biz də ona əsasən məktəbi idarə edərik. Bəli, daha rahat olar da. Daha rahat. Ümumiyyətlə qanunlar, cəzalar, mükafatlandırma bu sistemi necə deyim, idarə etməni daha da yaxşı eləyir. Müəllimə birazdan Səmai müəllimə Hə. Biraz da Bəli. istəyirəm ki, yeni suallardan verim, müsahibə suallarından. Nə deyirsiniz 2026? Aha, buyurun. Siz Bu verim verin gəlsin görək. görək nə var, nə yoxdur. Görüm o 2026-cı ilin may ayında müsahibə qurdum. Samira müəllimə axşamınız xeyir olsun. Salam müəllimə, salam. Bəncə bu qrup açım. Necəsiniz? var. Mən bir dənə sizə bir sualım var, amma istəyirəm bəlkə vəziyyətlə bağlı zəhmət olmasa ona aydınlıq gətirək. Bax, siz deyirsiniz ki, şagirdlərin davamiyyəti zəif olan məktəbə göndərir direktor olaraq. Vəziyyət çox heç də yaxşı deyil, çox bərbad vəziyyətdədir. Hı. Müəllim direktor olaraq həmin məktəbi davamiyyəti düzəltmək istəyirik. 10-11 sinif şagirdləri. Belə bir vəziyyətlə müəyyən vaxt bir yaxınım qarşılaşmışdı. Ona görə buradan həqiqətən maraqlıdır ki, necə çıxmaq olar. Və davamiyyətə cəlb eləmək istəyir direktor məktəbi, şagirdləri və sinif olaraq bir sinif kütləvi şəkildə deyir ki, biz məktəbdən şəxsi işlərimizi götürüb başqa məktəbə getmək istəyirik. Bizə şərait yaratmaq lazımdır. Biz hazırlıqlara gedirik, belə bir vəziyyət yəni çatdıra bilmirik. Belə 11-ci olan halda sinifdir. direktor nə etməlidir? 11-ci sinifdir müəllimə. Bəli, 11-ci 10-11. O sıyı eduazdan olmuş ki, ola gedib nazirliyə müraciət eləməlidirlər. Ola gedib nazirliyə əgər yer dəyişmə etmək istəyirlərsə, 10-11-ci sinifdə nazirliyə müraciət edib yaşayışla bağlı. Ümumiyyətlə 10-11-də yer dəyişmə ancaq o halda mümkündür ki, həmin Evini dəyişərsən. yaşayış yerini dəyişsin. Qalan başqa halda gəl kütləvi şəkildə götür apar. Belə bir qanun yoxdur. Qanunları izah etmək lazımdır. Müəllimə qanunları bilir, qanunları izah etmək lazımdır, iclas keçirmək lazımdır. Valideynlərə başa salmaq lazımdır. Lap yaxşı. Götürmək istəyirsiniz, siz gedib nazirliyə müraciət etməlisiniz. Nazirlikdə orada siz orada müraciət edəndə orada sənədləri istəyəcəklər ki, nədir bu yaşayış yerinə arayışı gətirin ki, sən məsələn Bakıda qalırsan, nə oldu? Uşaq 9 il Bakıda oxudu, 10-11-i gedib Lerikdə oxudu, Lənkəranda oxudu. Deməli burada nəsə problem var da. Hə, bəli müəllimə. O vəziyyət bəzən də mən də bu direktor imtahana getməyə görə düşünürəm ki, belə bir vəziyyət yaranarsa mən necə çıxaram elə bir vəziyyətdən? Bu həqiqətən baş verərmi Elə elə bir bir şey? şagirdimiz var idi. 600 plus ballıq bir şagird idi də. O da valideyni aparmaq istəyirdi. Sonra biz onu qanunlara izah etdik ki, bəs sən yerini dəyişsən, gedib amma o valideynlər yer dəyişməyə müraciət eləyib müəllimə. İndi olur da bir də görürsən fiktivli nəsə sənəd düzəldirlər, saxta bir sənəd düzəldirlər. Onda çox təəssüf ki, yerlərini dəyişə bilirlər. Bu qanun qarşısında biz heç nə eləyə bilmirik. Yaşayış yerinə arayış satılır. Kəndlər qonşu kəndlərdir. dəyişirlər. Bəli. Samira müəllimə, qonşu kəndlərdir. Bu kənddən o biri kəndə, bu məktəbdə, bu kəndin məktəbində biz idarə olunmuruq. 11-ci sinif yekdələr bizi yola vermirlər. Gedək o biri qonşu kəndə. Yəni orada da mütləq o nəzərə alınır da o qanun. Ki 10 il, burada 9 il oxuyubsan, indi nə oldu ki, qonşu kəndə getməyi, o biri məktəbi seçdin? Yox, onu vəbşi icazə verməyəcəklər, çünki eyni ərazidir. Eyni, ona vəbşi arayış da versə də icazə verməyəcəklər, çünki yeri dəyişmirsən ki. Ya da sən elə bir səbəb göstərməlisən ki, tutalım ki, bu məktəbdə müəllimlər yaxşı dərs keçmir. Nazirliyə müraciət edir ki, valideyn bu məktəbdə idarəetmə aşağı səviyyədədir, xaotik vəziyyətdir, müəllimlər dərsə vaxtında gəlmir. O valideyn əgər onu sübut eləsə, hə, onda yer dəyişmə eləyə bilər. Amma valideyn gedib desə ki, bəs necə deyim, mənim uşağım məzunluğa gedə bilmir. Onu heç də o mümkün. Vallahi. Oldu müəllimə, çox sağ olun. İdeyalar fikirləşirlər bu valideynlər. Mən uşaqlarım Hər yol fikirləşirlər. hər yer fikirləşirlər və hər yolda tapırlar. Hər yolda çox təəssüf ki, tapırlar. Bunun qarşısının alınmasının bir dənə yolu olmalıdır ki, DİM-lə Nazirliyin proqramı eyni olsun.
Bəli, O, bəli. biz necə respublika üzrə bir problemdir. Bu problemi həll etmək üçün təmayül modelli məktəblər yaradıblar. Müəllim, necə düşünürsən? O təmayül modelli məktəblər işə yarayacaq indiki Məncə model? yarayacaq, biraz qarşısını alacaq. Hazırlığa getmək imkanı olmayan bir uşaqlar üçün xüsusilə bu yaxşı bir fürsətdir. İndi görə bu fürsəti nəyə Yaxşı çevirək? fürsət o barədə, bəli. Bir 600 ballıq bir şagirdlə söhbət eləyirəm. Deyirəm yaxşıdır da elə bu qonşu məktəbdə gedib orada 4-ə qədər elə hazırlıq pul verməyəcəksiniz, hazırlaşacaqsınız. Mənə nə desə yaxşıdır müəllimə? Deyir ki, mən ona arxayın ola bilmərəm müəllimə. Valideynlərim mənimlədir, valideynlərim də məndə. Deyirəm niyə? Deyir yox, biz müəllimlərlə, hazırlıq müəllimlərlə dərs cədvəli təyin eləmişik. Saat 10-a qədər dərsimiz olacaq. Dedim heç nə. Axşam saat 10-a qədər. Başqa nə etmək olar? Heç Ümumiyyətlə valideyn bir şeyə ki, ödəniş eləmir, onun dəyərini bilmir. Tək valideyn yox, biz də. Bax biz pul verdiyimiz çöldən bir dənə piraşka alırıq, onu gör necə bəhə-bəhlə yeyirik. Nəvə-nəvə ona pul vermişik. Pul verdiyimiz bir şeyin dəyəri bəli, biz bizə yaxşı olur. Bizim üçün dəyərli olur. bəli, bizdə də iclas çıxdı onunla Ana. bağlı. Yəni valideynlər razı olmadılar. Nə ilə bağlı müəllimə? Necə? Sən Nə ilə bağlı dediniz? Eşitmədim. bu təmayüllə bağlı iclas keçirdi. Biz də sinif rəhbəri olaraq deyildik ki, keçirdi. Çünki mənim sinifimdə bir 8-dən yuxarı uşaq 200 balı keçmişdi də. Bir 170-i keçənlər də çox idi. Amma uşaq valideynlər, yəni hamısı deyir ki, qarantiya verirlərmi bizə? O qarantiyanı da heç kim vermir axı. Çünki hələ bu təzə sınaqdan keçirilir indi o. Ona görə də valideynlər Deməli burada direktor iclası yaxşı keçirtməyibdi. Direktor iclası elə təşkil eləməli. direktor iclas təşkil elədi, keçirtdi, amma dedi ki, mən heç dedi sözündən belə çıxdı ki, mən özümə qarantiya verə bilmərəm də, sabah nə olacaq? Siz mənə deyirsiniz ki, qarantiya verin. Görürsüz, direktor düzgün iclas keçirtməyibdi. Elə direktor var ki, bizdə qonşuluqda məktəblərdə var. Elə iclas keçirdiblər ki, siniflər dolubdu. Bir mərtəbə axıra qədər dolubdu. Ta uzaqdan şagirdlər gəlir. Bu direktorun keçirtdiyi iclasdan asılıdır. İclasda valideynləri inandırmaqdan asılıdır. Direktor bu cür danışandan sonra heç vallahi mən də öz övladımı qoymaram. Ona görə qanuniyyət nədir? Direktorun çıxışı bizim məktəbin valideynləri Ona görə valideynləri qoymur da. Görürsüz, direktor özü inanmır deyə, yeniliyə açıq bir rəhbər deyil deyə, ona görə məktəbdə bu cür vəziyyət yaranır və müqayisə eləyəcək. Nazirlik müqayisə eləyəcək. Deyəcək necə olacaq ki, qonşu məktəbinə biz təmayül model bir tətbiq edirik. Orada şagirdlər yığıldı, sizə yığılmadı. Deməli burada idarə etmədə nəsə zəiflik var. Belə oldu Səmay müəllimə. Çox sağ olun, var olun müəllimə. Müəllimə, siz səsiniz tamamilə qırıq-qırıq gəlir. Hamı yerə gəlir, yoxsa tək mənə elə gəlir? Məndə internet zəiflədi. Burada görürəm internet xətti aşağı düşüb. Hamı mən amma sizin səsinizi yaxşı eşidirəm müəllimə. Müəllimə, yaxşı gəlir Aydın səsiniz. eşidilir. Aydın. Yaxşı eşidilir. Burada bilmirəm, biraz Yaxşı eşidilir. Gəlmir müəllimə, qırıq-qırıq gəlir. Hə, Samira müəllimənin səsi qırıq-qırıq gəlir. Yox, müəllimə tam aydın gəlir. Görünür ki, o kimdə qırıq-qırıq gəlirsə, o müəllimin internet problemi var. Məndə özümdə burada biraz internetdə burada külək var. Hiss edirəm ki, internetdə biraz zəiflik var. Deməli müəllimlər, siz əgər rəhbər olmağa qərar vermisinizsə, ümumiyyətlə rəhbər nə deməkdir? Beyinləri idarə edən. Siz elə təsir etmə gücünə malik olmalısınız ki, insanları inandırasınız. Əgər insanları, kollektivi, müəllimləri, şagirdləri, valideynləri inandırmaq bacarığı sizdə varsa, siz özünüzə rəhbər deyə bilərsiniz. İdarə etmə deyə bilərsiniz. Yox, necə deyim, belə kollektivi ruhdan salan, müəllim, şagird, valideynin inamını qazanmayan o isə rəhbər deyil. O sadəcə necə deyim, bir formal bir rəhbərdir də. Bir var lider olmaq, bir də var formal rəhbər. Rəsmi rəhbər. Belə oldu Səmay müəllimə. Çox sağ olun, var olun müəllimə. Sağ olun. Burada başqa kim sual-cavab etmək istəyir? Buyurun, əl qaldırın. Ümumiyyətlə müsahibə müəllimlər genişdir. Həm çox qısa müddətlidir. Bax sizin müsahibədə orada 3 otaq olacaq. Birinci otaq, ikinci otaq, üçüncü otaq idarə rəhbəri, region rəhbəriniz orada olacaq, nazirliyin əməkdaşı olacaq, artinin əməkdaşı olacaq. Hər otaqda yarım saat, 40 dəqiqə, düzdür, təlimatda 20 dəqiqə yazılıb, amma çəkir. Bir otaqda 30 dəqiqə, 40 dəqiqə çəkir. Baxır siz necə hazırlaşmısınız. Yox,
sual verirlər, görürlər ki, sizdən sualı zorla əldə edirlər. Necə deyim, belə də zəif nəticədir. Hə, 15 dəqiqəyə bir otaqdan necə deyim, deyirlər ki, yoxsa davamı gəlmir də. Müəllimə nə sual versən, az hazırlaşmısınız. Onda tez bitəcək sizin müsahibəniz. Amma kim ki yaxşı hazırlaşıb, hər tərəfdən sual verirlər, yaxşı cavab verir, onun bir otaqda bir 30 dəqiqə, 40 dəqiqə müsahibəsi çəkir. Kimin ki müsahibəsi uzun çəkir, onun ən azı müavin təyinatı almaq ehtimalı var. Ümumiyyətlə müəllimlər, deməli, direktor nə idi burada? Ümumiyyətlə, müavinləri direktor təyinatı verirlər, müəllimləri isə birbaşa direktor təyinatı vermirlər. Müavin və təşkilatçı vəzifəsi təyin edirlər və mütləq orada nədir, qəbul eləyin. Əgər müavin və təşkilatçı vəzifəsi sizə təklif olunsa, onu qəbul edin ki, sonra rəhbərliyə getmək daha asan olsun. Müəllimləri də birbaşa direktor təyin edirlər, müəllimlər, amma gərək çox yüksək səviyyədə siz cavab verəsiniz də. Yəni çox yüksək səviyyədə cavab verərsiniz. Samirə xanım, salam. Bir söz soruşmaq istəyərdim. Hə, soruşun müəllimə, buyurun. Əgər mənim əmək kitabçamda, ümumiyyətlə fəaliyyətimdə, pedaqoji fəaliyyətimdə təşkilatçı kimi işləmişəmsə, bu neçə il kifayət eləyər ki, mənə bal gətirsin? Heç bir bal gətirmir müəllimə. Siz ola bilər 10 ildə işləyəsiniz, amma idarəetmə aşağı səviyyədə olar. Ola bilər 1 il işləyəsiniz, idarəetmə yaxşı səviyyədədir. Əvvəllər belə bir şey var idi ki, 3 il işləməli idin ki, səni direktor kimi təyin eləsinlər. Onda bu hələ aktiv deyil də, belə başa düşdüm. Müəllimə, ümumiyyətlə direktor olmaq üçün 5 il staj bəsdir, müavin olmaq üçün də 3 il staj bəsdir. 3 il staj bəsdir. Amma bu təşkilatçı 3 il işləyir. Bu məsələn təşkilatçı işləyəni mütləq 3 il işləyəndən sonra direktor olmalıdır. Belə bir təlimat yoxdur. Amma tutam sizi yeni təyinat veriblərsə, Rəvanə müəllimə, siz mənim əvvəlki qrupların müəllimləri, həmin Rəvanə müəlliməsiz? Xeyr, təzə başlamışam. Hə, bir müəllimim var idi, müavin təyinat olmuşdu. Elə bildim həmin müəlliməsiz. Deməli, nə deyirdim, yadımdan çıxdı. Hə, ümumiyyətlə yeni təyinat almısınızsa, tutalım ki, 1 ildə hələ müavin və təşkilatçı təyinatı almısınızsa, müsahibədə sizə deyəcəklər ki, bəs hələ 1 il azdır da, necə düşünürsən? Yəni 1 il hələ 1 ildir müavin işləyirsən, gedib sən direktor ola bilərsən. Başa düşdüm. Mənim bir dənə müdavimim var idi. Ona demişlər ki, sən hələ get müəllim işlə də, yəni direktorluqda səni biz görmürük. Amma çox da yaxşı suallara cavab verirdi, cavab verən bir müəllim. Elə birbaşa qayıtıb dedi ki, mən özümü direktor kimi görürəm. Elə müəllim var, deyir ki, siz necə məsləhət bilirsiniz? Siz ora məsləhətə getməmisiniz, müəllimlər. Siz ora özünüzü sübut etməyə gedirsiniz. Samirə müəllimə, indi bir situasiyada mən deyim, üzrə hesab eləyin. Məndə mart ayında mən gedəndə, mən təşkilatçıyam da, mənə demişdi ki, bəlkə birinci sizi direktor müavini təyin edək, pillə-pillə qalxasınız. Amma mən onu rədd elədim də, necə deyim, mən dedim ki, xeyr, mən artıq o mərhələni atlamışam, hal-hazırda məktəbdən kənar sinifdən xaric tərbiyə işi üzrə təşkilatçı kimi işləyirəm və mən direktor olmaq istəyirəm. Yəni, belə dedim mən, yəni qəbul eləmədim. Bilmirəm. Bu əfsanə müəllimədir də, əfsanə müəllimədir. Bəli, əfsanə müəllimədir. Əfsanə müəllimisi təyinat eləyəcəklər də, nəyə ürəyinizi sıxırsınız? Maraqlanıblar da, soruşublar da, qlaşdırıblar da. Təyinat verəcəklər, inşallah sizin də təyinatı paylaşarıq müəllimə. İnşallah Allahın köməkliyi ilə. Siz çox yaxşı səviyyədə hazırlaşmısınız müsahibəyə müəllimə. Və müsahibədə İndi müəllimə yenidən qeydiyyatdan keçmişəm mən. Həm də indi artıq başqa bir məktəb yazdım da, məcbur qeydiyyatdan keçmək üçün daha doğrusu indi yazdığım məktəb daha uyğundur mənə, tanıdığım bir məktəbdir, həm də çox rahat şəkildə nəticələrini də əldə eləmişəm, artıq təhlil eləmişəm, yəni belə necə deyim, mənə elə bilirəm ki, bu dəfə daha rahat olacaq, indi görək necə olur, çağıracaqlar, yoxsa təyinat verəcəklər, indi bilmirəm, görək necə olur. Bundan qabaqçı yazdığınız məktəblər sizə uyğun deyil? Uyğun deyilsə, uyğun deyəndə, yəni mən daha bundan əvvəl qonşularım məktəbi yazmışdım regionda. Çağrıldım, 500 məktəbi idi. Amma indi yazdığım artıq yenidən qeydiyyatdan keçdim 500-dən aşağı üçün. Yəni bu daha yaxın məktəbdir də, onu belə deyim. Bir dənə mən bir şey deyim.
Bir dəqiqə. İradə müəllimə açmayın. Mən Bir dəqiqə. Əfsanə müəllimə, baxın siz hansı regionda işləyirsiniz? Hansı regionda işləyirsiniz? Mən Milmuğanda işləyirəm, Milmuğan Regional Təhsil İdarəsində. İndi may ayında müsahibədə oldunuz, düzdür? Milmuğanda Yox, mən martda olmuşdum müəllimə. nə? Mən mart ayındakı müsahibədə. Bir şey deyim. İradə müəllimə, bir dəqiqə gözləyində var. Müəllimə, mart ayında müsahibədə olanda siz Milmuğanın hansı rayonundasınız? Hansı şəhərindəsiz? Mən özüm Beyləqandayam. Yox, işlədiyiniz məktəb. İşlədiyiniz. Bəli, işlədiyim məktəb Beyləqan rayon təhsil sektorunun nəzdindədir. Kənd məktəbidir. Amma yazdığım məktəb qonşu rayondaydı. Yəni Beyləqanda vakansiya yox idi. İmişli rayonu idi səhvim. Bəli, İmişli rayonu. Beyləqanda yaşaya, Beyləqanda işləyə, deməli İmişli məktəbini yazdı, sizi çağırdılar. Amma Beyləqanda vakansiya yox idi. Xeyr, yox idi. 5 plus yox idi. İmişliyi yazmışdım və çağırdılar da müsahibəyə də getdim, iştirak elədim. Yəni, amma siz Beyləqanda təşkilatçı işləyirsiniz də müəllimə? Bəli, təşkilatçıyam. İl yarımdır artıq. 2-ci ilimdir ki, təşkilatçı kimi işləyirəm. Aydın oldu. Prosta necə deyim, bunu baxmaq istəyirəm ki, görün birinci hansı ardıcıllıqla çağırırlar. Rəhbərsiz deyə. Rəhbərsiz deyə sizi çağırır. Çünki birinci həmin məktəbin rəhbərinə baxırlar, sonra qonşu rayonun rəhbərlərinə, qonşu ilin rəhbərlərinə baxırlar. Görürlər ki, yox, bir necə deyim, uyğun namizəd yoxdur, onda müəllimlərə baxırlar, həmin məktəbin müəlliminə, sonra qonşu məktəbin müəllimlərinə. Aydındır. Bəli müəllimə, o ardıcıllıqda mən yer almışdım da, yəni çağırmışdılar. İndi nəticəni də görək inşallah desinlər. Əgər İmişlidə uyğun rəhbər vəzifəni tutsaydı, sizi çağırmayacaqlar müəllimə. Birinci o şans var. Şans var, bəli. İnşallah. Oldu müəllimə. Siz mikrofonu bağlayın, İradə müəllimə mikrofonu açıb sual var. Buyurun müəllimə. Buyurun. Samira müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Samira müəllimə, qeydiyyatdan keçərkən neçə məktəb seçmək olar? 3 dənə. Maksimum 3 dənə məktəb seçmək olar. Mən 3 məktəb seçmişdim. Birinci başqa məktəbi seçdim, ikinci öz işlədiyim məktəbi seçdim, üçüncü də yenə başqa bir məktəb seçdim. Çağıracaqlar. Müəllim, siz öz məktəbinizdə müəllim işləyirsiniz? Xeyr, mən öz məktəbimizdə 5 il təşkilatçı işləyirəm, 3 ildir də direktor həvalə işləyirəm. Ən real namizəd sizsiniz, hə müəllimə? Yerinizi heç kimə verməyin. Çox sağ olun müəllimə. Sizin mikrofon əks-səda verir müəllimə. Əks-səda verir. Bağlı mikrofon olmasa. Aha. Belə, sonra bir nəfərdən də soruşaq müəllimlər. Bir nəfərdən də soruşaq. Buyurun, görək kim daha ürəklidir. Buyurun müəllimlər, dəyərli müəllim. Əl qaldırın, zəhmət olmasa. Müsahibə edim. Əhsən müəllimə, siz istəyirsiniz? Gördüm, əl qaldıran yoxdur. Ona görə əl qaldırdım. Sizdən davam edək. Həm təcrübə var, həm əvvəlki müsahibə qruplarında olmusunuz, həm müsahibədə olmusunuz. Artıq suallardan da bilirsiniz. Gəlin elə sizin üzərinizdən sual-cavab edək ki, digər müəllimlərə də nümunə olsun. Olar? İnşallah. Yaxşı olar, bəli. Müəllimə, neçə ildir təşkilatçı işləyirsiniz? Keçən 2025-ci ilin yanvar ayında təyinat almışam. İl yarımdır da, artıq ki, bir il yarımdır, 2-ci ildir. Müəllimə, o suala konkret cavab verin də. Bir il yarımdır. Bəli, il yarım deyim də belə. Bəli, bir il yarımdır ki, artıq siz təşkilatçı işləyirsiniz. Bax, sizdən nailiyyətlərinizi soruşacaqlar. Bu bir il yarımda nə iş görmüsünüz, nə etmisiniz, təşkilatçı kimi hansı uğurlarınız var, nəyə gedib, necə deyim, yüksəltmisiniz, hansı sahələr sizdə problemli vəziyyətdir. Məsəl üçün, nə etmisiniz müəllimə?
Müəllimə, mən özüm belə işə başlayanda təşkilatçı kimi, yəni çox həvəslə başlamışam. Rəhbər olmaq mənim üçün həqiqətən çox böyük istəklərimdən biridir. Müəllim işləyərkən də bu mənim ən böyük arzum idi və mən buna artıq ilk dəfə nail oldum. Təşkilatçı kimi fəaliyyətə başladım və ilk olaraq özüm üçün bir qeyd dəftəri tutmuşdum və o qeyd dəftərində ilk məktəbə çatanda sahəmlə əlaqədar olaraq sinif rəhbərləri haqqında məlumatları qeyd elədim. Hansı siniflər, hansı sinif rəhbərlərinə həvalə olunubdu. Daha sonra siniflərin belə necə deyim, təşkil olunma vəziyyəti, siniflərdə davamiyyət, bunların hamısı ilə bağlı ilk məlumatları əldə etdim. Çünki mən gedəndə hələ təşkilatçı müəllimə orada müəllim kimi davam eləyirdi də. Mən onun işinə xitam verilmişdi, amma müəllim kimi ilin sonuna qədər işləyəcəkdi və mən rahat şəkildə ondan da istifadə edərək, onun təcrübəsinə də əsaslanaraq o məlumatları əldə etdim və özüm üçün artıq bir yol cızdım bu belə rəhbər kimi. Daha sonra sinif rəhbərləri ilə iclasım oldu və onlara necə deyim, tanışlığım oldu, direktorumun təqdimatı oldu və ondan sonra mən artıq işə başladım. Məktəbimizdə məsələn Divar qəzeti təşkil eləmişəm. Mənə qədər olmayıbdı. Fən bülletenləri və Divar qəzetini ilk olaraq məktəbdə mən təşkil eləmişəm. Yəni məktəbimiz kənd məktəbidir. Davamiyyət aşağıdır. Davamlı olaraq davamiyyətlə bağlı yarışlar edirəm. Siniflər arası həftəlik, aylıq yarışlar edirəm və həmin yarışların qaliblərini mütləq mükafatlandırıram diplomla, fəxri fərmanla. Belə sonra məktəbdən kənar sinifdən xarici işlərlə bağlı uşaqların siyahısını götürmüşəm. Məktəbdən kənar fəaliyyətlə məşğul olan uşaqlar, dərsdən sonra asudə vaxtlarını düzgün təşkili və s. bütün bunların hamısı ilə maraqlanaraq həmin şagirdləri düzgün istiqamətdə yönləndirilməsində də əlimdən gələni eləmişəm. Və hal-hazırda da həmin məktəbdə fəaliyyətimi davam edirəm. Təşkilatçının əsas vəzifəsi tərbiyədir. Məktəbdə tərbiyə işinə rəhbərlik etmək və məktəbdə sinif rəhbərinin fəaliyyətinə nəzarət etmək. Yəni sinif rəhbərlərinə rəhbərliyi siz eləyirsiniz. Tədris sadəcə direktor müavini yox, siz edirsiniz. Ona görə də öz vəzifə funksiyanızda irəli gələn məsələlərə görə siz bir plan qurursunuz. Bax, siz rəhbərlərlə tanış olursunuz. Hansı sinifin rəhbəri kimdir? Sonra məktəbdə sosial müdafiə ehtiyacı olan uşaqların siyahısı olmalıdır. Hamısı risk qrupudur, götürmüşdür, hamısının siyahısı, hətta məktəbin pedaqoji heyəti ilə bağlı bütün siyahını hər birini əldə eləyib, yəni ona uyğun şəkildə fəaliyyətimə başlamışam. Deməli, sinif rəhbərlərinə rəhbərliyi siz həyata keçirirsiniz və sinif rəhbərini kim təyin edir, kim azad edir? Direktor təyin edir birbaşa və yəni onun səlahiyyətindədir. Direktor təyin edir və onun əmri ilə də, yəni əgər dəyişilərsə, çıxarılarsa da onun əmri ilə olur. Bir də sinif rəhbərinin rəhbərliyi amma birbaşa məktəbdən kənar və sinifdən xaric tərbiyə işi üzrə təşkilatçıya həvalədir. Yəni onun vəzifə funksiyalarından biridir. Yaxşı, müəllimə. Bəs bir müəllim 2 dənə sinif rəhbərliyi apara bilər? Bir müəllim. Əgər istisna vəziyyət varsa, yəni belə deyim ki, məcburiyyət qarşısında müəllim çatmırsa və yaxud da hər hansı bir sinifdə deyək ki, müəllimə sinif rəhbəri məzuniyyətə çıxıb, bir sinifin sinif rəhbəri deyək ki, məzuniyyətə çıxıbda, artıq başqa bir müəllim yoxdur, sinif rəhbəri ona uyğun olan. Məsələn, tam orta təhsil səviyyəsində orta ixtisas təhsili olan müəllimə sinif rəhbərliyi verilmir. Yəni bu əslində düz deyil də, verilməməlidir və yəni belə istisnalar olan halda bəli, verilə bilər. Müəllimə, deməli zərurət olanda bir müəllimə sinif rəhbərliyi deməli bir müəllimə 2 dənə sinif rəhbərliyi verilə bilər. Bu ibtidai sinifdə də mümkündür, yuxarı sinifdə də. İbtidai sinifdə o halda mümkündür ki, məsəl üçün vakansiya yaranıb, bir müəllim bulleteninə çıxıb, o bir sinif idarə etmək üçün məsələn, müəllim hələ gəlməyibsə, onda biz onu məktəbin digər müəlliminə, məsələn, 1 A-da dərs deyən müəllimə 2 dənə sinif rəhbərliyi verir. Həm 1 A-ya, həm də tutam ki, 3 B-yə dərs deyir. Sinif rəhbərliyi də ona yazılır, amma 36 saatı aşmamaq şərti ilə. Digər sinif rəhbərliyinə əsas fənlər verilir.
Digər o biri fənlər ki var, musiqi, təsvir, incəsənət, idman. Onlar isə başqa nədir? İbtidai müəlliminə verilir. Amma yuxarı sinifdə necə olur? Yuxarı sinifdə də mümkündür. Məsələn, bir dəfə mən elə bir əmr hazırlamışdım. Tutam ki, bir müəllim xəstələnmişdi, başqa bir müəllim yox idi. Onun sinif rəhbərliyini başqa müəllimə verdim. Sinif rəhbərliyinin də əmək haqqısı 32 manatdır da, düzdür müəllimə? Bəli, elə. Manatdır. Bu 32 məsələn 2 həftə əvəz eləmişdi, onun yarısını almışdı. Məsələn 15-16 manat almışdı bir müəllim. Əgər 2 həftə icra edirsə, bəli. Sonra burada bir müəllim dedi ictimai əsaslardan düz deyir, direktorlar oturub bu əmri yazmaq, eləmək, necə deyim, biraz uzun zadı olur, vaxtları o yazmırlar, amma qanunla əgər sinif rəhbərini sizə həvalə eləyiblərsə, ictimai əsaslar dövlət pul verir də onu. Elə bir əmr yazır, mühasibatlıqdır onun. Bir həftə keçmişsiniz, 2 həftə keçmişsiniz, 1 ay əvəz eləmişsiniz. Nədir? Öz sinif rəhbərliyinizlə bərabər deməli bu sinif rəhbərliyi də apara bilərsiniz. Pulunu da alırsınız. Aydın oldu? Sinif rəhbərliyi, bunu da apara bilərsiniz. Sonra müəllimə deyir, çətin bir valideynlə rastlaşmısınız. Çətin bir valideyndir də. Nə deyirsən eşitmir, nə deyirsən razılaşmır. Elə ancaq öz dediyini deyir. Siz bu valideyni necə yola gətirərsiniz? Çətin valideynlə iş, yəni birinci olaraq çətin hər kim olmaqdan asılı olmayaraq çətin də olsa, yəni həmin valideynə fərdi yanaşmaq lazımdır. Çünki o da məktəbdə oxuyan hər bir şagirdin, təhsil alan hər bir şagirdin valideyni həm də eyni zamanda məktəbin tərəfdaşıdır. Yəni ilk olaraq onunla fərdi olaraq söhbət etməyə və ona lazım olan qayda qanunları başa salmağa çalışaram və əgər səmərə vermərsə, o zaman artıq başqa başqa cür nizamlana da bilər də. Artıq qanuna uyğun şəkildə indi baxır hansı sahədə etiraz edir. Məsələn deyək ki, uşağı məktəbə qoymaq istəmir. Biz bunu başa salırıq ki, uşaq icbari ümumi orta təhsil icbaridir. Mütləq şagird gəlməlidir, amma belə inad edib uşağı göndərmirsə, artıq biz məcburuq ki, yeniyetmələrlə iş üzrə komissiya var da, hüquq mühafizə orqanlarına bu barədə məlumat verək. Baxın, biz deyirik ki, çətin valideyn, düzdür? Əgər biz o çətin valideyni diqqətlə dinləsək, problemini anlasaq, birinci diqqətlə dinləmək lazım ki, görə bu insan nə istəyir də? Fərdi yanaşmaq lazımdır, nə istəyir? Diqqətlə dinləyəndən sonra o məsələni həll etməyə çalışırsan və valideyni etab-etab hissə o valideyni izah edirsən. Ondan sonra valideyn razılaşır. Əgər valideyn şikayətə gəlir, tutam ki, hər hansı bir müəllimdən gəlib sənə şikayət edir. Şikayət edir, sən də valideyni dinləmirsən, özün öz dediyini deyirsən. Gələ müəllim. Bütün problemlərin kökündə birinci dinləmək dayanır. Həmin şəxsi mütləq dinləmək və onun probleminə fərdi yanaşmaq lazımdır. Bu təkcə əfsanə müəllimə, təkcə bu valideynlə yox, bu ailədə də belədir, dostlar arasında da belədir. Konflikti həll etmək üçün qarşı tərəfi dinləmək lazımdır. Qarşı tərəfi dinləyəndə problemi həll etmək olur. Məsələn, mübahisələrin əksəriyyəti nəyə görə yaranır? Dinləməməkdən ötürü. Dinləmirsən, bilmirsən qarşı tərəf nə istəyir, o dinləməyəndə də problemi həll etmək olmur da. Dinləmək lazımdır ki, problemi həll edəsiniz. Müəllimə, lider olaraq hansı dəyərlər sizin üçün üstündür? Lider olaraq, özüm də bir kollektivdə rəhbər işçi olaraq, yəni öz liderlik qabiliyyətlərindən söhbət gedirsə, komanda ilə işləməyi bacarıram. Yox müəllimə, ən üstün olan hansıdır ki, sizdə bu bacarığı ən üstündür də sizdə bu bacarıq? Kollektivlə münasibət. Yəni kollektivlə uyğun dildə danışmağı bacarmaq, onları yönləndirmə bacarığı. Əfsanə müəllimə, mənim üçün Məncə ədalətlə idarə etmə, Samira müəllimə, üzr istəyirəm. Ədalətlə idarə etmə deyərdim mən. Fərqlidir, aynen öyle. Herkesə görə bu fərqlidir, amma ən vacibli bilirsiniz nədir? Çevik qərar qəbul etmə. Əgər məktəb rəhbəri çevik qərar qəbul eləməsə, məktəbi inkişaf etdirə bilməz. Ümumiyyətlə biz həyatımızda da belədir. Baxın, uğurlu insanların, uğursuz insanlardan fərqi bilirsiniz nədir? Durub birazdan bunu edərəm, bu işlə məşğul olaram və yaxud da artıq mən hazıram, durub bu işi eləyirəm. Məsələn, sabah səhər dursun, sabah səhərdən idmana başlayacağam. Bunu bir gün deyirsiniz, 2 gün deyirsiniz, 3 gün deyirsiniz, düzdür?
Bir də var deyirsən ki, səhər də video edəcəm. Elə bu gün səhər həqiqətən bunu edirsiniz. Həyata keçirirsiniz. Bir də bunu Sevinç qərar qəbul etmə bacarığı. Bəli, elə bil ki, orada necə deyim? Deyir 5 saniyə teorisi olur da. Psixologiyada da belə bir anlayış var. Sən əgər fikirləşirsən, o 5 saniyə ərzində qərar qəbul edib onu həyata keçirtmirsənsə, ondan sonra bəhanələr yaranacaq. Bəhanələr yaranacaq. Artıq bir də görürsən ki, illər ötüb və sən artıq onu həyata keçirtmirsən. Həyata keçirtmirsən. O 5 saniyə ərzində 1-ci saniyə, 2-ci saniyə, 3-cü saniyə belə deyək də artıq qərar verdin, vermədin, sonra bəhanələr yaranacaq. Bu həyatınızda da belədir. Mən bunu özümdən demirəm, mən bu alimlərin, psixoloqların sübut etdiyi bir teoriyadan sizdən danışıram. Bir şeyə qərar verirsinizsə, çox düşünürsünüzsə olmayacaq. O bir söz var, deyir, ağıllı çayı keçmək üçün yol axtarana qədər dəli deyir dəli artıq artıq özünü yoluna da davam edir. Bax, eyni bir şeydir. Doğrudur. Belə, çox sağ olun Əfsanə müəlliməm. Siz də sağ olun Samira müəllimə. Sizi eşitmək xoş oldu. Mənim üçün həqiqətən belə necə deyim, ilham mənbəsiz. Sağ olun. Var olun. Mən əvvəlki qrupların müəllimlərimi də görəndə həqiqətən sevinirəm ki, Mən inanırsınız arada qırmamışam. Niyə? Çünki bax o arada nə qədər dərsləriniz var. İndi bəlkə də müəyyənlərində imkanım olan iştirak etməmişəm. Bacardığım qədər çalışıram ki, iştirak edeyim. Çünki lap mənə bu birinci müsahibədən də təyinat verilsə, mən buradan öyrənirəm. Bu mənim üçün çox böyük imkandır. Çox sağ olun, var olun və mən daima çalışıram ki, ən son yenilikləri müəllimlərin diqqətinə çatdırım. Valla YouTube-da elə o qədər dərsim var. Bəzən müəllimlər deyirlər ki, elə YouTube-dakı dərsləri dinləyirəm. Deyirəm ki, sağ ol yazan da var, sağ ol yazmayan da var. Mən amma hamınıza haqqımı halal. Mən 2024-cü ildən sizi tanıyıram. Yəni ondan bəri mən sizin o ödənişsiz YouTube dərsləriniz olsun da belə keçdiyiniz ödənişsiz dərsləriniz olsun çox faydalanmışam. Həqiqətən Allah razı olsun. Əfsanə müəllimə. Deməli mənim böyük qızım 7-də oxuyur. Ona indidən tövsiyə eləmişəm. Demişəm ki, mənə nəsə olsa, qızım YouTube dərslərimin hamısını açıq link eləyirsən. Qoy hamı faydalansın. Allah sağ eləsin. Belə bir şey olub. Onlar da həyatda yolunu da öyrətmişəm. Dedim mənə nəsə oldu. YouTube linkin hamısını açıq link eləyirsən. Açıq link eləyirsən, qoy hamı faydalansın. Hər şey ola bilər, həyatdır. Əsas odur. Allah sizə uzun ömür, can sağlığı versin. Belə oldu. Çox sağ olun Əfsanə müəllimə. Sağ olun. Sağ olun. Siz də sağ olun. Sonra kimdən soruşum müəllimlər? Samira müəllim, mən bir dənə sual vermək istəyirdim. Olar. Buyurun, sual verin. Samira müəllim, mən bilmək istəyirdim ki, bu təşkilatçının konkret vəzifəsi nədir? Çünki mən özüm o işin icrasını aparıram da, amma siz necədir? O adam öz vəzifə funksiyalarını tam dəqiq onun hardan mən belə bilirəm. Vahid tarix Məsələn, məktəbdə kitabçasında müəllimə, Vahid tarix ixtisas sorğu kitabçasında siz məktəbdə tərbiyə işinə rəhbərlik edirsiniz, uşaqların hüquqlarını müdafiə edirsiniz, kütləvi tədbirlər keçirirsiniz. Məktəbdə bütün kütləvi tədbirlərin keçirilməsi təşkilatçının vəzifə funksiyasıdır. Davamiyyətli düzdür, məktəbdə direktor təşkilatçıya yükləyir, amma təşkilatçının yükü tək bu davamiyyət deyil. Ümumiyyətlə, davamiyyət tək təşkilatçının yükü deyil. Davamiyyət bütün məktəbdə işləyənlərin, müəllimlərin, psixoloqun, kitabxanaçının, rəhbərliyin, hər kəsin işidir. Sinif rəhbərinin, bütün fənn müəllimlərinin, məktəbdə davamiyyətdə, məktəbdə hər kəs cavabdehdir ki, şagirdlər necə deyim, dərsdən yayınmasınlar. Buna görə biz hər birimiz məsuliyyət daşıyırıq. Bəzən elə olur ki, şagird uzun müddət dərsə gəlmir, elə fənn müəllimi sinif rəhbərinə deyir ki, zəng vur, maraqlan. Məsələn, mən öz dərs dediyim bir sinifdə bir də görürəm ki, bir uşaq nəsə diqqətimi jurnalda qayıb yazanda diqqətimi cəlb elədi. Görürəm ki, bir uşaq bir dəfə dərsimdə olur, bir dəfə olmur. Bir dəfə olur, bir dəfə. Bir də cədvəldə baxım görüm bu sinifə mənim dərsim birinci gün olur, bir də 5-ci gün. 5-ci gün mənim dərsim 6-cı saat olur. Birinci gün tutam ki 3-cü, 4-cü saat olur. O birinci gün dərsdə iştirak eləyir, 5-ci gün dərsdə iştirak etmir. 6-cı saat bu uşaq qaçır. Belə ki, davamiyyət yazanda gördüm ki, bir dənə qayıb yazıram, bir dərs qayıb yazıram, bir dərs yazmıram. Bir dərs qayıb yazıram, bir dərs yazmıram. Şübhəli gəldi də mənə. Elə uşaqla danışdım ki, nədir bu məsələ? Bir dərs iştirak edirsən, bir dərs iştirak etmirsən. Gördüm uşağın rəngi getdi. Uşaq deməli 5 dərsdən çıxır, gedir hazırlığa.
Tez valideynlə danışdım, dedim ki, xeyr, belə olmaz. O uşaq sinifdə qalacaq, materialı mənimsəmir, həm də mən direktora təqdimat yazacağam. Yəni məsələni özüm həll elədim. Gəlib sinif rəhbərinə deyincə məsələni özüm həll elədim. Fən müəllimləri hər kəs davamiyyətlə cavabdehdir. Davamiyyətlə Bəs cavabdehdir. sinif rəhbərləri, müəllimə, bax sinif rəhbərləri indi dediniz ki, mən indi eşitdim ki, rəhbərliyi təşkilatçı etməlidir. Amma indi məsələn bizdə tədrisə baxan müavin ona belə deyək də imkan verməyib ki, sinif rəhbərləri sənin işin məktəbdə və sinifdən xaric tərbiyə işinə aiddir. Yəni Yox müəllimə, bizdə də yəni sözünüzü kəsirəm, üzr hesab edirəm. Mən də təşkilatçı olan sinif rəhbərlərinin bütün işlərinə özüm rəhbərlik edirəm. Sənədləşdirməsindən tutmuş, yəni tədbirləridir, fəaliyyət planıdır, nələr lazımdırsa hər şeyini özüm rəhbərlik edirəm və orada tədrislə, yəni tədris işləri üzrə direktor müavini onun başqa sahəsinə ola bilsin ki, təsir edə bilər də. Sırf yəni amma sinif rəhbərliyi fəaliyyəti bizdə nasıldır? Bir var, Asiyə müəllimə eşidirsiniz? Bir var, bəli. liderlər ümumiyyətlə bilirsiniz ki, mənfi və müsbət istiqamətində öz liderlik xüsusiyyətini inkişaf etdirə bilər də və müsahibələrin birində sual verilmişdi ki, risk qrupuna daxil olan şagirdlər liderlik qrupuna daxil ola bilər? Bəli, ola bilər. Onlar da liderlik eləyir və mənfi istiqamətdə yönəldir. Sizin də müavininiz liderlik eləyir, mənfi istiqamətdə eləyir də. Mənfi istiqamətdə eləyir. Artıq hegemonluq eləyir. Mənfi istiqamətdə lider eləyir. Buna daxil olan bir müavindir, lider müavindir. Bəli, təəssüf ki. Samira müəllimə, üzr istəyirəm, bir mənim də sualım var, zəhmət olmasa. Məktəblərdə uşaq birliyi və sinif rəhbəri. Bunlar arasındakı münasibət necə tənzimlənir, zəhmət olmasa bundan bağlı? UBTR, Uşaq Birliyi Təşkilatı rəhbəri. Bunun işi nədir? Uşaqlarla iş görməlidir. İstedadlı uşaqları üzə çıxartmalıdır. Onlarla ünsiyyətdə olmalıdır. Onları müəyyən tədbirlərə cəlb etməlidir. Yəni necə onlarla mehriban olmalıdır. Uşaqlar UBTR-ə daha çox necə deyim inanmalıdırlar. Daima onun dəstəyini görməlidir. Sinif rəhbəri də məsəl üçün məktəbdə nəsə bir istedadlı uşaq varsa, o BTR məlumat verməli ki, bu cür tədbirlərə biz uşaqları cəlb eləyək. Ümumiyyətlə, o BTR-lə təşkilatçının bu vəzifə birləşəcək müəllimlər. Çünki, necə deyim, biraz vəzifə oxşardır deyə, o BTR təşkilatçı vəzifəsinə birləşdiriləcək. Ümumiyyətlə, universitetlərdə də belədir müəllimlər. Bir çox vəzifələr oxşar funksiyalar olduğuna görə, oxşar əmək funksiyaları olduğuna görə birləşdirilir. Bu BTR də birləşdirilir. Samira müəllimə, mənə müsahibədə elə bir sual verilmişdi. Elə oradan mən də çıxardım ki, bu vəzifələr birləşdirəcəklər. Dedilər ki, bu məktəbdə həm UBTR var, həm təşkilatçı var, həm psixoloq var. Bunun üçünün biri olsun da, niyə elə üçü olur? Yəni belə bir sual vermişdi. Psixoloqla təşkilatçının vəzifə funksiyası eyni deyil. Çünki psixoloqun ali təhsili də başqadır. Ondan da başqa həm də mən orada elə bir onların ayrı-ayrı hamısının funksiyalarını sadaladım. Yəni ortaya qoydum ki, bunlar ayrı-ayrı vəzifələrdə. Yəni belə baxanda təşkilatçının vəzifə funksiyası daha genişdir. UBTR-ə baxanda UBTR bir ancaq uşaqlarla işdir, amma təşkilatçının görün nə qədər işi var. Təşkilatçı işi daha genişdir. Psixoloqdakı tamamilə başqa yöndür. Əslində məktəbdə psixoloqların sayını artırmalıdılar. Təşkil vermişdim. 1000 nəfərə qədər bir dənə psixoloq düşür. 1000 nəfərdən 3000-ə qədər. Bəli, 1000-dən 3000-ə 2, 3000-ə yuxarı 3. 3000-dən çox olanda 3 dənə elə məktəblər var ki, 5000, 6000, 7000 şagird sayılır. O fərqi yoxdur. Orada maksimum mümkün deyil müəllimə, o uşaqları fərdi şəkildə mümkün heç 100-ün gücünə tanıyır psixoloq. Məsələn, bizim məktəbdə 100 neçə şagird var, bir psixoloq var. Düzdür, hamısını tanıyır, amma nə qədər olmasa da istər-istəməz tanınmazlıq ola bilər. Psixoloq gedib dərsi dinləyə bilər. Psixoloq bəli, dərs dinləməyə gedir. Müəllim, elə bu sual mənə verilmişdi. Mən demişdim, dərs dinləməyə gedir, amma orada pasiv belə müşahidə edən kimi çıxış eləyir də, şagirdi qıraqdan izləyir. Amma məsələn, psixoloqun dərs saatı olarsa, uşaqla daha rahat kontakta girər və yəni həmin siniflərdə vaxt keçirər, uşağı daha yaxından tanıma ehtimalı, yəni şansı olar. Psixoloqudur, təşkilatçısıdır. UBTR-dir. Bunlar gedib dərsi dinləyə bilər. Mən özüm dinləyirəm. Həftədə 5 saat dərs dinləyirəm mən. Öz əmək funksiyasına uyğun olaraq gedib dərsi dinləyirlər. Məsəl üçün,
Dərsin mərhələlərinə UBTR təşkilatçı qarışa bilməz. Bu tədris işləri üzrə direktor müavininin işidir. Dərsin mərhələlərini müzakirə eləsin, keyfiyyətə nəzarət eləsin. Amma uşaqlar Məsələn, məndə üzr istəyirəm, sözü kəsirəm. Müəllimin pedaqoji faylı uşaqlarla münasibətidir, etik davranış qaydalarına riayət edirmi, şəxsiyyət kimi uşaqlara nümunə ola bilirmi və yaxud da uşaqlar bir-birini dinləyirmi, dərsdə necə dinləyir? Yəni belə maddələrlə də durub, yəni motivasiyanı necə qoydu, qiymətləndirməni necə apardı, onu mən araşdırdım. işləri üzrə direktor Bəli, onu tədris işləri. Amma uşaqların necə deyim, öz aralarında münasibətləri, sinifdə sağlam psixoloji mühitin bərqərar olması, yəni bütün bunların hamısını təşkilatçıdır, UBTR-dir, psixoloqdur, gedib bu istiqamətdə dərsləri təbii ki, dinləyə bilər. Belə müəllimlər, deməli, dərsimiz bitdi. Növbəti dərsimiz həftənin 5-ci günü olacaq. Ümumi təhsil haqqında qanunu evə verirəm. Müsahibə materialları genişdir müəllimlər. Yəni, necə deyim, siz istədiyiniz istiqamətdə müsahibəni yönəldə bilərsiniz. Əgər daha yaxşı hazırlaşsanız, bilsəniz ki, bu istiqamətdə siz müsahibəni yönəlsəniz daha yaxşı cavab verəcəksiniz, onda uğur qazanacaqsınız. Yəni, sizin istiqamət vermənizdən çox şey asılıdır. Nə cümlə istifadə edib danışacaqsınızsa, o cümlədə olan sözlərdən istifadə edib sizə sual verəcəklər. Ona görə də çalışın, söz bazanız çox olsun, məlumatınız çox olsun. İndi bu qrupu da mən 2-3 aylıq açmışam. İmtahan əgər tez olsa, avqustdan gözləmirəm. Həmişə 2 ay, 3 ay çəkir. Mən belə gözləyirəm ki, sentyabrın əvvəlindən başlayarlar. Ya avqustun sonundan. İyul ayında heç olmayacaq, çünki müəllimlər avqustun 26-sına qədər məzuniyyətdədirlər. Amma keçən məzuniyyət dövründə çağırmışlar müsahibəyə, mən yadıma gəlir. Müəllim, ola bilər. Yəni, tətil. İyunun, L-nın, ya N-nın, ya L-nın 18 idi ki, keçən il 2025-in müsahibəsi olmuş. Bəli, keçən il iyulun 17-si 18 idi. İyulun, indi birdən xatırladım. Amma onların orada test mərhələsi olmuşdu da iyun ayında. Amma indi sənəd qəbulunuz bugün bitibdir. 2 ay, 3 ay keçir. Bilirsiniz necə? Yəni, sənəd qəbulundan sonra, məsələn, keçən sənəd qəbulu fevral-mart ayında oldu. Bir də may ayında, may-iyun ayında müsahibələr oldu. İyunun 3-ü müsahibə bitdi. Nə qədər eləyir? Mart, aprel, may. 2-3 ay. 2-3 aydan sonra imtahan başlayır. Sonra müəllimlər müsahibənin dəqiq tarixini heç də, yəni avqustun sonundan gözləyək. Belə müəllimlər, dərsimiz bitdi. Növbəti dərsimiz 5-ci gün ödənişli qrupda olacaq. Kim qrupa daxil olmaq istəsə şəxsimə yazsın. Hər birinizə uğurlar arzu edirəm. Avqust qrupu da açacağam. Avqustun hardasa birindən, ikisindən sonra, yəni 5-nə qədər yenə qrup açacağam. Ümumiyyətlə, hər ay yeni qrup açıram. İyul qrupu yığılıb, yenə kim 5-ci günə kim daxil olmaq istəyirsə 055 279 21 27 nömrəsinə yazsın. Kim də cavabları hələ gözləyib, sonra qrupa daxil olmaq istəyirsə, indi onlar da keçsin, nə vaxt ay ərzində qrupa daxil olmaq istəyirsə mənə yazar. Oldu, sağ olun, gecəniz xeyrə qalsın, Allah amanında, Allah zehin açıqlığı versin. Xeyrə qalsın. Planlı şəkildə. Sağ ol, Samira müəllimə. Sağ olun, var olun. Hələlik. Bir dənə də ürək mən göndərim. Hanı bu ürəkləri hardan göndərirsiniz? Mən görmürəm. Elə mən də onu axtardım, gördüm hardan göndərirlər. Telefonun yanında. Smiley var müəllimə, Smiley-in üstündən vurun, orada gələcək. Gördüm. Hə, mən də gördüm. Gördüm. Bir dənə əl işarəsi. Sağ olun, var olun, hələlik. Sağ olun, hələlik. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın.